Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə keçirilən tədbirdən əvvəl qonaqlar məktəbin şagirdləri tərəfindən hazırlanan əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə rəsm əsərləri, maketlər və dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqində uşaqların cəmiyyətin gələcəyi olduğu bildirilib. Vurğulanıb ki, onların sağlam, təhlükəsiz və xoşbəxt böyüməsi dövlətin və cəmiyyətin əsas vəzifələrindəndir. Daha sonra məktəbin direktoru Sevinc Allahverdiyeva çıxış edib. O, Uşaq Hüquqları Gününün mahiyyətindən bəhs edərək, uşaqların daim qayğıya, diqqətə və sevgiyə layiq olduğunu bildirib. Direktor məktəbdə həyata keçirilən təlim-tərbiyə işləri, uşaqların hüquqlarının qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü deputat Mehriban Vəliyeva uşaqların hüquqlarının qorunması sahəsində dövlət tərəfindən həyata keçirilən siyasətdən danışıb. O, uşaq hüquqlarının müdafiəsinin Azərbaycanın sosial inkişaf strategiyasının mühüm hissəsi olduğunu qeyd edib. Şöhrət ordenli əməkdar müəllim Ofeliya Babayeva öz çıxışında uşaqların tərbiyəsində müəllimlərin roluna diqqət çəkib. O, məktəbin tədris mühitini yüksək qiymətləndirərək burada formalaşan nəsillərin vətənpərvər və bilikli yetişdiyini bildirib. Çıxışlarda uşaqların təhsil imkanlarının genişləndirilməsi, müasir tədris metodlarının tətbiqi və şagirdlərin inkişafında motivasiyanın rolundan söz açılıb. Tədbirin bədii hissəsində məktəb şagirdləri tərəfindən hazırlanmış uşaq hüquqları mövzusunda səhnəcik nümayiş olunub. Tədbirin sonunda məktəb şagirdlərinin hazırladığı ədəbi bədii kompozisiya nümayiş etdirilib. Kompozisiyada uşaqların arzuları, vətənə sevgi, sülhə və azadlığa çağırış kimi məqamlar poetik şəkildə təqdim olunub. Musiqi və şeirlərin müşayiəti ilə səhnələşdirilən kompozisiya tamaşaçılara emosional anlar yaşadıb. Sumqayıt şəhər 36 nömrəli məktəbdə keçirilən tədbir uşaqların hüquqlarının müdafiəsinə diqqətin artırılmasına, onların cəmiyyətdə layiqli yer almalarının vacibliyinə bir daha işıq salıb. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.